Dostlar salam, hər birinizi xoş gördük yenidən. Bugün 10-cu sınaqla qarşınızdayam. Burada da sizin üçün dinləmə suallarını verəcəm və həmçinin dinləmənin özünü də verəcəm ki, dinləyib sınağı tam ətraflı şəkildə istifadə edə biləsiniz və sınaqlardan tam PDF formada da istifadə etmək üçün buraxılış sınaq qrupumuza da qoşula bilərsiniz. Mən indi sizə müəyyən bir vaxt verirəm. Dinləmə suallarına əvvəlcə həmişə xəbərdarlıq edirəm ki, mütləq öncədən dinləmə suallarını bir 2 dəqiqə, 3 dəqiqə ərzində gözdən keçirin, suallara ətraflıca baxın, yerlərini müəyyən edin. Sonra dinləməni dinləməyə başlayın. Çünki imtahanda da bunun üçün sizə ayrıca vaxt verilir və o vaxtı keyfiyyətli şəkildə istifadə etmək lazımdır. Dinləməni dinləyin və sonra sualların izahlarına baxaq. Elephants are among the largest land animals in the world and are known for their intelligence and strong social bonds. They usually live in groups led by an older female called a matriarch. Elephants have excellent memory and can remember places, people, and even water sources for many years. Their long trunks help them drink water, pick up food, and communicate with other elephants. Unfortunately, elephants face serious threats such as habitat loss and illegal hunting for their ivory tusks. These problems have caused a decrease in elephant populations in many regions. Conservation organizations work hard to protect elephants by creating safe environments and strict laws. Elephants play an important role in nature by shaping forests and spreading seeds. Protecting them is essential for maintaining ecological balance. Bəli, dinləməni dinlədikdən sonra gəlin indi suallar üzərində düzgün cavabları axtaraq. Sual 1. What is the passage mainly about? Mətin nə haqqındadır? Burada dostlar bizim doğru cavabımız B variantıdır. One of the biggest animals. Ümumiyyətlə mətin fillər haqqındaydı. Və mən həmişə bildirəm ki, mətnin adı sizə əksər hallarda birbaşa şəkildə təqdim olunmur. Yəni, ən böyük heyvanlardan biri deyəndə siz artıq anlayırsınız ki, burada söhbət fildən gedir. A variantında wild animals yazıb. Əgər animal olsaydı düşünmək olardı. Amma cəmdə olduğu üçün yanlışdır, çünki biz bir heyvan haqqında danışmışıq. C variantı hunting traditions, ovçuluq ənənələri. Bu da yanlış cavabdır. D variantında African Geography, Afrika coğrafiyası və Y variantında da Elephant's Memory. Biz sadəcə onların yaddaşından yox, ümumiyyətlə haqlarında məlumatlardan danışmışdıq mətndə. Yəni, sırf yaddaşları ilə bağlı bir mətin deyildi. Sual 2. Which statement is true according to the passage? Bu dəfə yenə düzgün cavab axtaracağıq. A variantında older male elephants yazıb ki, burada male yox, mətndə məhz female qeyd olunurdu. Yəni, dişi fillər rəhbərlik edirdi. B variantında poor memory yazıb, amma poor yox, yəni yaddaşları yaxşı idi, zəif deyildi. C variantında increases day by day, günbəgün fillərin sayı artır, amma increases yox, əksinə mətndə də qeyd olunur ki, onların sayı azalmaq üzrə idi. Daha sonra D variantında important problems for the existence of elephants, yəni fillərin mövcudluğu üçün ciddi problemlər var. Bəli, bu bizim testimizin məhz düzgün cavabıdır. Və Y variantında da elephants are not endangered, yəni təhlükədə deyillər və bu da əlbəttə ki, yanlış cavabdır, təhlükədədirlər. Sual 3. Complete the sentence şərtidir. Elephants are endangered because of. Fillər təhlükədədir. Nəyə görə? A variantı climate change verilib. Yəni, bu bir məntiqli bir cavab kimi görünə bilər, amma mətn bunu bizə vermir informasiya olaraq. Lack of food, yəni qida çatışmazlığı. C variantı group living, yəni qrup şəklində yaşayış. D variantı natural disasters, təbii fəlakətlər və Y variantı habitat loss and hunting, yəni yaşayış yerlərinin bir növ itməsi və ovçuluq. Doğru cavab burada Y variantıdır dostlar. Yəni, bu bizə mətndə verilən məlumatdır. Bunu biz özümüzdən yazmırıq və testimizin doğru cavabı məhz Y variantı olur. Və dinləmənin açıq suallarına keçirik. Burada 4-cü sualda bizdən dostlar dırnağın içərisində verilib ki, hunting sözünə aid one adjective, yəni bir sifət yazmalıyıq hunting sözünə aid və
Mətndə də hunting sözünə aid verilən sifət məhz illegal hunting idi. Doğru cavabımız illegal sözü olur. 5-ci sual, elephants have excellent memory and can remember. Bax, əslində siz bu cümləni oxusaydınız, bayaq ikinci sualın B variantında diqqət edirsiniz, orada elephants have poor memory yazmışdı. Yəni bunun düzgün cavab olduğunu avtomatik, daha doğrusu 2-nin B-sindəkinin yanlış cavab olduğunu avtomatik anlaya bilərdiniz. Bax, sualları öncədən gözdən keçirtməyin əhəmiyyəti məhz bu olur, dostlar. Və onu deyir ki, onların yaddaşı yaxşıdır və xatırlaya bilirlər nəyi? Places, people and even water sources for many years. Yəni yerləri, insanları və hətta su mənbələrini illərlə xatırlaya bilirlər ki, 5-ci sualımızın cavabı da məhz bu formadadır. Və sonuncu, 6-cı sualda biz correct answer, bir doğru cavab yazmalıyıq. What is the main function of an elephant's trunk? Fillərin xortumlarının əsas funksiyası nədir? Trunks help them drink water, pick up food and communicate with other elephants. Deyir ki, xortumlar onlara kömək edir su içmək üçün, qidaları qaldırmaq üçün, yəni yemək üçün bir növ belə deyək, and communicate with other elephants və başqa fillərlə ünsiyyət yaratmaq üçün. Keçirik qrammatik suallarımıza. İlk sualımız 7-ci sualda bir conjunction sualı, bağlayıcı sualı görürük. Gəlin cümləni əvvəlcə bağlayıcısız bir şəkildə tərcümə edək, görək nə verir bizə fikirli olaraq. The questions were very difficult. Sual çox çətin idi. Jane answered most of them correctly. Jane onların əksəriyyətinə düzgün cavab verdi. Çətin idi. Jane cavab verdi. Bu bir əks fikirdir. Və məhz bu səbəbdən də doğru cavabımız burada C variantıdır. But, though, also, whereas və however bağlayıcıları məhz əks fikirli nümunələrdə istifadə olunan bağlayıcılardır. Keçirik sual 8-ə. Burada biz bir modal feil nümunəsi axtaracağıq. Dostlar, bizim bu sualımızın cavabı C variantıdır. Bunun səbəbi, bax, yuxarıda diqqət edirsə, learn feilinin qabağında to var. To ilə işlənən modal feillərimiz have to, had to və ought to, yəni B, C, Y variantları qalsın, C və A və D-dəki should və must variantlarını silək. Amma have to, has to və had to modal feilləri də sual və inkarda, xüsusilə də sual cümlələrində mübtədanın qarşısına keçə bilmirlər. Yəni nəzərə alsaq ki, biz bu cümləyə had-i və have-i əlavə eləsək, o you-nun qabağında işlənmiş olacaq, yəni mübtədanın qabağında. Və bu modal feillər də istisna modal feillərdir. Sual cümləsində mübtədanın qarşısına keçə bilmirlər və bu səbəbdən də B və Y variantları da yanlışdır. Doğru cavab C variantı olur. Sual 9-a baxırıq. Which sentences can't be changed into the passive voice? Hansı cümlələr məchul növə çevrilə bilmir? Bugünkü OTK imtahanında da bu testini izah eləmişdim. Orada çevrilə bilən cümlələr var idi və biz qeyd elədik ki, tamamlığı olan cümlələr məchul növə çevrilir. Əksinə də tamamlığı olmayan cümlələr də məchul növə çevrilmir. Birinci nümunədə my friends mübtəda, read xəbər, that magazine isə tamamlıqdır və tamamlıq varsa deməli məchula çevrilə bilər. Bu səhv cavabdır. 2-də the technician mübtədadır, will install xəbərdir, the equipment yenə tamamlıqdır ki, o tamamlıq olduğunu da nədən bilirdi? İsim olmalıdır, əvəzlik olmalıdır ki, biz onun tamamlıq olma ehtimalı olsun. Amma 3-cü və 4-cü cümlələrdə dostlar tamamlıq yoxdur və ona görə də bu cümlələr məchul növə çevrilməyəcək. Və məhz 9-cu sualımızın cavabı da D variantı olur. Sual 10. Burada bir sifət zərf sualı çıxır qarşımıza. İlk tərəfdə diqqət edirsə nöqtələrdən sonra calmer sözü gəlib. Bu özü elə müqayisə dərəcəsindədir. Biz qaydada da bundan təkrar danışırıq ki, müqayisə dərəcəsi ya more ilə düzəlir çox hecalı sözlərdə, ya da ER ilə düzəlir az hecalı sözlərdə. Həm more, həm ER-ın ikisini eyni anda istifadə etmək olmaz. Ona görə biz B variantında more, D variantında much more, nəticə olaraq yenə more var və C variantındakı much more variantlarını da silirik. A və Y variantları qalır və diqqət edirsə A-da much, Y-də isə sadəcə much olaraq verilib variant və an artikelları da sayılan tək isim olanda istifadə edilir. Burada isə calmer sözündən sonra, sifətdən sonra isim yoxdur. İsim yoxsa deməli biz an artikelini də istifadə edə bilmərik və məhz bu səbəbdən 10-cu sualımızın cavabı Y variantı olur. Sual 11. So do I, necə do I mövzusudur. Və burada da qaydamız o idi ki, cümlə əgər təsdiqdədirsə, cavab təsdiqdə olmalıdır. Yox, əgər inkardadırsa, cavab da inkarda olmalıdır. Yuxarıda verilən cümlədə diqqət edirsə, dostlar, neva var. Və neva varsa bu inkar cümlədir. Deməli, cavablarda da inkarları seçməliyik. Ona görə ilk olaraq B variantı ilə C variantını silirik. Bunlar təsdiq cavablardır.
Y variantında da həmçinin never var, amma burada bir dənə də also var. Also təsdiq cümlələrində işlənir, never isə inkar hesab olunur. Ona görə Y variantı da yanlışdır. A və D variantları arasında qalırıq və cümlədə bizə təqdim olunan köməkçi feil are, yəni to be-nin indiki zaman forması olduğuna görə cavab olaraq da məhz həmin zamana uyğun cavabdan istifadə edib A-nı doğru cavab olaraq seçirik. D-də diqqət edirsə do verilib və məhz variantı da yanlış eləyən elə o do köməkçi feili olur. Sual 12. Burada mübtəda xəbər uzlaşması çıxır bizim qarşımıza. Dostlar, burada ikinci variantımız yanlışdır. Çünki student sözü təkdədir, amma have cəm xəbərdir və əlbəttə ki, səhvdir bu. Və 4-də də information sayılmayan isimdir və sayılmayan ismin xəbəri də əlbəttə ki, həmişə təkdə olmalıdır. Amma burada are cəm xəbərdir və 4 də yanlışdır və bizim doğru cavabımız məhz 1 və 3, yəni Y variantı olur. Sual 13. Complex object. Complex objectdə bildiyimiz kimi ardıcıllıq feil, tamamlıq feil ardıcıllığıdır və qruplara görə feillər ya to ilə, ya ing ilə, ya to-suz ing-siz məstər forması ilə istifadə olunur. A variantı yanlışdır. Çünki A variantında heç ümumiyyətlə feil, tamamlıq, feil ardıcıllığı yoxdur. Ona görə heç burada mürəkkəb tamamlıq bizim belə deyək, axtarmağımızın bir mənası da yoxdur. A variantı yanlış oldu. B bizim düzgün cavabımızdır. Bax, diqqət edirsə, let him live. Yəni, let var, sonra him tamamlıqdır, sonra live növbəti feildir. Feil tamamlıq, feil ardıcıllığı var və let də birinci qrup feildir. Özündən sonra to-suz, ing-siz məstər forması tələb eləyir ki, live də işləndiyinə görə məhz B variantı düzgün cavab olur. C variantında observe my sister to clean. Bax, mürəkkəb tamamlıq hissəsi buradır. Amma observe ikinci qrupdur və to ilə işlənmir. Ona görə bu hissə yanlışdır. D variantında yenə feil, tamamlıq, feil ardıcıllığı yoxdur. Ona görə yenə mürəkkəb tamamlıqdan danışmırıq. Və Y variantında da made me felt yazılıb. Amma burada felt yox, feel olmalıydı. Çünki mürəkkəb tamamlığın ikinci feilini şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilmərik. Feil orada məstərin to-suz forması olmalıdır ki, məstər forması da məhz feel feilidir. Sual 14-ə keçirik. Complete the sentence. İlk şərtimiz köməkçi feilin mübtədanın qabağına keçdiyi variantları, yəni sual cümləsi quruluşlarını silməkdir. Y variantı, yəni aşağıdan başlayaq. Y variantını görürsünüz, has keçib he-nin qabağına. D-də did keçib he-nin qabağına və B variantında da was keçib he-nin qabağına. Bunlar sual cümləsi strukturudur və biz complete sentence-in budaq cümlədə, yəni variantdakı cümlələrdə nəqli cümlədən istifadə eləməliyik. Sual cümləsindən istifadə eləyə bilmərik. Daha sonra A və C variantları arasında qalırıq və davamında da diqqət edirsə burada when var. Və when və what time nümunələrindən sonra biz have has, yəni bitmiş zamanlar işlədə bilmərik. Ona görə A variantındakı bu has-been-i də silməli oluruq və doğru cavabımız 14-cü sualda C variantı olur. Sual 15, quantifiers sualıdır. Burada diqqət edirsə nöqtələrdən sonra time sözü gəlib. Time sayılmayan isimdir. Ona görə A variantındakı many, D variantındakı few variantlarını silirik. Bunlar cəm isimlərlə işlənirlər. Daha sonra yuxarıda cümlədə diqqət edirsə dostlar didn't var. Didn't inkardır. Bir cümlədə heç inkar işlənməyəcəkdir. Y variantındakı not enough variantında silirik. Və əlimizdə B və C, much və little variantları qalır ki, bunlar da bir-birinin əksi. Biri çox, biri az olan 2 dənə cavabdır. Və burada artıq bizə açıq aydın tərcümə lazımdır. Və tərcümədə də qeyd olunur ki, he couldn't finish the project in time. O proyekti vaxtında bitirə bilmədi. Because he didn't have much time. Çünki çox vaxtı yox idi. Və 15-ci sualda da doğru cavabımız B variantı olur. Sual 16. Possessive case. Yəlik-al axtarırıq. 2 səhvdir. Apostrof S-dən sonra burada fail gəlibdir. Və eyni şəkildə 4 də səhvdir. Burada birinci tərəfdə it apostrofi, bu onsuz da heç vaxt yəlik-al olmur. İkinci tərəfdə də Jane apostrofesində ardıca agree fail gəlibdir və bu da yanlış cavabdır. 1-3 C variantı doğru cavablarımızdır. 17-ci sual bir pronoun sualıdır. Burada 2 şeyə diqqət etməmiz lazımdır ki, birincisi of-dur. Bu əvəzliklərin içərisində 2-dəki every of-la ümumiyyətlə işlənmir deyə 2-ni dərhal silirik. İkinci diqqət eləyəcəyimiz şey də xəbərin was olmağıdır, yəni tək xəbər olmağıdır. Və bu situasiyada da biz some və many əvəzliklərini silirik. Çünki some və many
Ümumiyyətlə all, some, both, many, few, a few və most əvəzlikləri of-la işləndikdə və belə digər hallarda da of-suz işləndikdə də cəm xəbərləri işlənirlər və doğru cavabımız 17-ci sualda 1-3, yəni D variantı olur. 18 tense form sualıdır və burada bizim doğru cavabımız dostlar C variantıdır. He knew all about that film. Deyir, o bu film haqqında hər şeyi bilirdi. Because he had seen it twice before. Deyir, çünki o bunu əvvəl 2 dəfə izləmişdi. Yəni dostlar, past perfect ilə bağlı həmişə qeyd edirəm ki, past perfect past simple-dan da keçmişdə baş verir. Baxın, mən bir filmi artıq bilirəmsə, deməli onu daha əvvəl 2 dəfə izləmişəm. Yəni indi bildiyimdən də keçmişdə 2 dəfə izləmişəm. Ən keçmiş past perfect-dir. Past simple ondan sonra gəlir. Və bu sualın da doğru cavabı məhz C variantı olur. Digər variantlarda, məsələn, B variantında o sıralama pozulur. Çünki biz daha keçmişdə olanı past perfect olaraq veririk deyə, burada tərsinə veribdir. Yəni yerlərini dəyişibdir. Daha sonra D variantında, məsələn, heç burada əslində zamana yox da mübtəda xəbər uzlaşmasına baxsaz da he ilə have yox, he ilə has işlənir. A variantında da eyni şəkildə he ilə have yox, has işlənir, silə bilərdik. Y variantında isə new keçmiş zamandır, has-in indiki bitmişdi. Bu artıq indiki zamana gəlib çıxdı. Biz daha keçmişdə izlədiyini nəzərə almalıydı. Ona görə məhz C variantını seçirik. Sual 19 preposition sualıdır. Bir də a warm cup of tea. Bir stəkan isti çay. With limon, yəni limon ilə bir stəkan isti çay is good for a sore throat. Yəni boğaz ağrısı üçün for. Yaxşıdır. Doğru cavab burada B variantı olur. Əksər şagirdlər good-u görən kimi good at yazırlar. Amma good at nəyisə yaxşı bacarmaq deməkdir. Amma burada bacarmaqla bağlı bir şey deyil. Yəni sadəcə deyir ki, çay boğaz ağrısı üçün yaxşıdır. Üçün. Bizə for lazımdır. Sual 20-yə keçirik. Burada interrogative sentence verilib və əvvəlki testlərdə də dəfələrlə sizə vurğulamışdım ki, dostlar, biz interrogative sentence-də, bax, bunu bir də yazıram burası üçün, what do you want deyə bir ardıcıllıqdan, şablondan istifadə edirik. What sual sözüdür, do köməkçi feildir, you mübtədadır, want xəbərdir. Bax, bu testdə də biz buna riayət etməyə çalışdıq. Və burada what do you want-u bölürəm sizin üçün. Bax, in which language bu cümlənin what-udur, yəni sual sözüdür. İndi ardıca do gəlməlidir, yəni köməkçi feil gəlməlidir. Baxın, A variantında he gəlib, görürsünüz, yanlışdır. Və D variantında da he gəlib, bu da yanlışdır. Bu variantları sildik. Və bax, burada diddən xətt çəkirik. Aşağıda da bu formada what do you want-un do'sunu da qeyd elədi. İndi do'dan sonra dostlar you gəlməlidir. Bax, B variantında he, C variantında he, Y variantında he gəlib. Burada da bir sıxıntı yoxdur. Bunu da xətlədik. Və axırda da want gəlməlidir, yəni xəbər gəlməlidir. B variantında right gəlib. Bu bizim eləməz B variantı 20-ci sualda doğru cavabımızdır. C variantında wrote gəlib. Feil gəlib, amma diddən sonra wrote olmaz. Ümumiyyətlə, do'dan, dazdan, diddən sonra feil hər zaman ilkin formasında olmalıdır. Məsələn, burada wrote hissəsi yanlışdır. Və D variantında da writes yazıb. Daha doğrusu Y variantında writes yazıb. Dazdan da sonra writes olmaz. Təkrar qeyd edirəm. Do, does, did köməkçi feillərindən sonra istisnasız olaraq həmişə feil heç bir əlavə olmadan, heç bir dəyişiklik olmadan ilkin məsdər formasında olmalıdır. Yəni B variantındakı write kimi. Görürsünüz, wrote oldu, səhv oldu. Writes oldu, səhv oldu. Do, does, did varsa feil birinci formada işlənməlidir. Sual 21. Burada make-up sentence sualı görürük yenə. Mən bunu hər test izahımda təkrar deyirəm ki, bu testdə çətinlik çəkən şagirdlər bu cümlələri yazsınlar, variantları yazsınlar. Uzağı sizin 2-3 dəqiqə vaxtınızı alacaq, amma əmin olun ki, yazılı şəkildə gördüyünüz 5 variantlı cümlə içərisindən düzgün cümləni çox rahatlıqla seçib yaza biləcəksiniz. Və burada 21-ci testdə bizim doğru cavabımız Y variantıdır. İki cümlə əmr cümləsi şəklində başlayır. Stay here, burada qal və davamında till I help you, mən sənə kömək edənə qədər burada qal. Və 21-ci sualımızın doğru cavabı məhz Y variantı oldu. Gəldik 22-ci suala. 22-ci sualda bir definition sualı görürük. Identify müəyyən eləməkdir, demand tələb eləməkdir, replace isə əvəz eləməkdir.
A variantında to take the place of something else. Yəni nəyinsə yerini götürmək, yerini almaq, əvəzləmək mənasındadır. Bu məhz replace-ə uyğun gəlir. Ona görə 3A olacaq. B variantında recognize or show what something is. Bu identify-dir. Məhz bəli, recognize anlamaq, görmək, müəyyən eləmək. Bu B variantına uyğun gəlir identify. Və C variantında da to ask for something strongly. Güclü bir şəkildə nəyisə istəmək, tələb eləmək bir növ. Bu da demand olur və C variantına uyğun gəlir. Və doğru variantımız B, C, A ardıcıllığında D variantı olur. Mətn sualı ilə davam edirik. Burada mətnimiz bu dəfə Kolizey haqqındaydı və 23-cü sualda mətn nə haqqındadır qeyd olunub və burada bizim doğru cavabımız məsələ A variantı olacaq. An important Roman landmark, yəni vacib bir Roma yeri, belə deyək. Söhbət burada Kolizeydən gedir. Digər variantlar B variantında Roma vətəndaşlarının gündəlik həyatı, C variantında qədim Roma müharibələri və hərbi liderləri, D variantında qədim Romada şəhər planlama metodları və Y variantında da Roma agriculture kənd təsərrüfatıdır and food traditions və yemək ənənələri. Bunlar ümumiyyətlə yanlış cavablardır və doğru cavabımız 23-də A variantı olur. 24-də which statement is true? Düzgün fikir axtaracağıq. A variantında was never damaged. Never da bizim adətən yanlış sayılan cavablarımızın içərisində işlənir, amma zədələnibdir və yanlış cavabdır bu. B variantında the Colosseum was built as a modern tourist center, amma modern deyil, qədim turist mərkəzidir. C variantı 24-cü sualda bizim doğru cavabımızdır. Public entertainment events məhz mətndə də qeyd olunan məlumatlarımızdan biridir. Bunu biz birinci abzasda baxsın üçün işarə edirəm. Burada public events and entertainment görürük. D variantında mainly for political meetings, political deyil, bu da yanlışdır. Adətən public events olurdu, political olmurdu. Və Y variantında da spectators were not allowed, amma mətndə icazə verildiyi bildirilirdi və burada da not yanlışdır və doğru cavabımız C variantı oldu. Sual 25-də complete a sentence-dir. Cümləni tamamlamalıyıq. Və dostlar, burada doğru cavabımız Y variantıdır və şərtdə qeyd olunur ki, Kolizey dizayn edilib. Nə üçün? Safely hold large number of people, yəni çoxlu sayda insanları bir növ qəbul etmək üçün, yəni bu mənada anlamalıyıq. Bunu da biz ikinci abzasın baxın ilk elə cümləsində son hissəsində görürük. Altından xətt çəkdim həmin hissənin və cavabımız Y variantı olur. Və sonuncu qapalı sualımız 26-cı sualdır. Why is preserving the Colosseum important? Nəyə görə Kolizeyi qorumaq vacibdir? Burada bizim doğru cavabımız məhz B variantıdır. Bu da bax 3-cü abzasın son orta hissələrində daha doğrusu. Preserving its importance so future generation can understand ancient cultures and learn from the past. Bax bu fikirdir və doğru cavab da burada 26-cı sualda məhz B variantı olur. Və dostlar, mətnin açıq suallarına keçid edirik. Burada 27-ci sualda bizdən sinonim istəyir, assemble sözünün sinonimini istəyir və bunu paragraf 1, yəni birinci abzasdan istəyir. Burada assemble toplaşmaq deməkdir və doğru cavab gather sözüdür. Bu bizim birinci abzasda bax həmin hissəni işarə elədim hal-hazırda. Gather sözü məhz sinonim olaraq orada işlənibdir. 28-ci sualda bizim doğru cavabımız burada definition testidir və cavabımız paragraf 1, birinci abzasdandır. People watching an event, yəni bir hadisəni izləyən insanlar və burada da doğru cavabımız spectator sözüdür. Bunu biz birinci abzasdan doğru cavabı tapmalıyıq və bu da bax yenə həmin hissəni dairəyə alıram. Məhz elə gather sözündən əvvəlki sözümüz idi mətndə. Gəlirik 29-cu suala. Burada bizdən iki sözü sinonim ilə əvəzləmək tələb olunur.
Və 29-cu sualın əsas şərtdə verilən cümləsi bax mətndə ikinci abzasdadır. Despite earthquakes and damage over time, much of the Colosseum. Bundan sonrası artıq bizə lazımdır. Bu still stands today, reminding visitors of Roman engineering skills. Bu hissəni əvəzləməliyik. Mən burada bir neçə versiya vermişəm sizin üçün. Sizin əlavə tövsiyələriniz olsa rəy bölməsində yaza bilərsiniz. Və eyni ilə də 30-cu sualda 3 cümlə ilə cavab yazmaq lazımdır ki, sualda soruşur ki, bəs sizin ölkənizdə ən məşhur tarixi yer hansıdır? Buna siz 3 cümlə ilə cavab yazmalısınız, öz ölkənizə görə cavab yazmalısınız və yazarkən çalışın ümumiyyətlə mətndəki o bənzətmələrdən ümumiyyətlə istifadə etməyin və daha dəqiq də cümlələrinizin doğru yoxsa yanlış olmağını bilmək üçün rəy bölməsinə yazıb soruşa bilərsiniz. Uğurlar arzuluram hər birinizə. Növbəti sınaqda görüşənədək.